Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Baldırpərəst qövmün, yəni Vəhabilərin dayısı olan Muaviyə, Allah onu elə bir rəzil günə qoyub ki, bu nasibini, bu əhl-i beyt düşmənini, 70 min sahabə və tabeinin qanını Siffin döyüşündə tökən bu insan Muaviyə, Allah onu elə bir rəzil günə qoyub ki, onun başçı uşaqları Vəhabilər başçını tərifləyəndə də Muaviyə rəzil olur, başçını pisləyəndə də. Başçını tərifləyəndə bu cür rəzil olur ki, Vəhabilər deyirlər, başçıya qarşı çıxmaq olmaz, dözməlisən, səbr etməlisən, Peyğəmbər icazə vermir, evindən bayıra atsa, nə bilim, başından vursa, üzvə tüpürsə, susub itaat eləməlisən. Belə olanda sual meydana çıxır ki, bəs niyə Muaviyə Peyğəmbərin sallallahu aleyhi və aleyh sözünə qulaq asıb, hakimin, yəni zamanəsinin hakimi olan İmam Əlinin əleyhissalam, hətta xoşuna gəlmədiyi qərarına belə etiraz etməyib və susmayıb. Əksinə qiyam edib və Siffin döyüşü baş verib. Çünki Muaviyə İmam Əlidən əleyhissalam Osmanın güya qatillərini tələb edirdi və imam da Vəhabilərin dediyinə görə orada səhv etmişdi. İmamı səhv çıxardılar bir dəqiqənin içində dayıları Muaviyə görə və Muaviyə də buna xatir qiyam etmişdi. Bu o məqamdır ki, Vəhabilər başçısını tərifləyəndə başçıya qarşı çıxmaq olmaz, susmalısan, səbr etməlisən. Bir növ başçıya bəraət qazandıranda Muaviyə bu cür rəzil olur. Bir də başçını pisləyəndə Muaviyə başqa cür rəzil olur. O da nə zamandır? Deməli, Vəhabilərdən biri öz alimləri olan İbn Qeyyimdən misal gətirir ki, o deyir ki, başçı zalimdirsa, o cəmiyyətin güzgüsüdür. Cəmiyyətin etdiyi zülmlər, haqsızlıqlar onun simasında təcəlli olub. Əgər cəmiyyət zalim olarsa, zülm edərsə, ona Allah zalim vali və yaxud zalim başçı təyin edər. Uca Allah qulları üzərində olan rəhbərləri, vali və əmr sahiblərini məhz onların öz əməllərinə uyğun bir şəkildə seçmişdir. İnsanların cəmiyyətdə əməli necə olubsa, Allahın hikmətindəndir, başlarına gələn rəhbərlər də elə onların öz əməllərinə uyğun olub. Allahın bu yöndə olan hikməti haqqında dərindən düşün. Sanki insanların əməlləri sultanlarının və rəhbərlərinin surətində ortaya çıxmışdır. Yəni, əslində o cəmiyyətdə olan rəhbər ki var, o cəmiyyətdə olan insanların əməli ki var, o əməlin surətidir, güzgüsüdür. Həmin zalim rəhbərlər o insanların bir növ əməllərinin surəti şəklində ortaya çıxır. Əgər onlar itayətkar olsalar, rəhbərləri də itayətkar olarlar. Əgər onlar adil olsalar, onlara qarşı da adil davranırlar. Yox, əgər o insanlar həddi aşıb zalim olsalar, onların vali və rəhbərləri də onlara qarşı həddi aşıb zalim olarlar. Bu məqamda da dayıları Muaviyə rəzil günə qalır. Niyə görə? Ona görə ki, Peyğəmbərin sallallahu aleyhi və aleyh şəhadətinə əsasən, hansı ki bunu Buxari 447 rəqəmli rivayətdə, Müslim də 295, Müslim də 2915 rəqəmli rivayətdə qeyd edir ki, Peyğəmbər sallallahu aleyhi və aleyh Ammarın haqqında deyib ki, təqtuluhul fi'ətul bəğiyə. Onu bağı həddi aşmış zalim bir tayfa öldürəcək. Yəd'uhum iləl cənnəti və yəd'unahu ilən nari. O onları cənnətə dəvət edir, onlarsa onu cəhənnəmə dəvət edir. Həmin o bağı tayfa da Muaviyyədir ki, onun ordusu Siffində Əmmarı rahiməhullah şəhid etdilər və Əmmar onları cənnətə dəvət edirdi, onlar isə Əmmarı cəhənnəmə. Deməli, cəhənnəmə dəvət edən ordu Muaviyyənin ordusudur, Şamlılardır. Hansı ki, Peyğəmbərin şəhadətinə əsasən bağı tayfa oldular və Vəhabi özü də bunu qəbul edir, etiraf edir. Onların baş müftisi Bin Baz da açıq-aşkar deyir ki, Muaviyə və səhabələri bəğidirlər. Biz Bin Bazın kitabına müraciət edirik. Məcmu' Fətava və Məqalatul Mutanəvvəə. 6-cı cildə müraciət edirik. Darul Qasım Nəşr tərəfindən çap edilib. 88-ci səhifəyə müraciət edirik. Deyir, وَالْبَاغُونَ فِي عَهْدِ الصَّحَابَةِ مُعَاوِيَةُ وَأَصْحَابُهُ. Deyir ki, sahabələrin zamanında bəğilər Muaviyə və onun sahabələri idi. Sonra deyir ki, وَقَالَ فِي حَدِيثِ عَمَّارٍ تَقْتُلُ عَمَّارًا الْفِئَةُ الْبَاغِيَةُ فَقَتَلَهُ مُعَاوِيَةُ وَأَصْحَابُهُ فِي وَقْعَةِ صِفِّينَ. Yaxud Siffin. Hədisdə deyilir, Əmmarı bağı bir tayfa öldürəcək, onu Muaviyə və sahabələri Siffin döyüşündə öldürdü. 89-cu səhifədə deyir ki, فَمُعَاوِيَةُ وَأَصْحَابُهُ بُغَاتٌ. Bir də oxuyuram.
فَمُعَاviyyətu və əshabuhu buğatun. Muaviyyə və sahabələri buğadır. Yəni bağıdırlar, bağı sözün cəmidir. Yəni həddi aşmış zalim tayfadılar. Və Muaviyyənin dəstəsi bağı idi və həddi aşmışdı Əliyə qarşı. Və Allah Subhanahu taala Quran-Kərimdə deyir ki, möminlərdən iki dəstə bir-birləri ilə savaşsalar, onların arasına girib onların arasını barışdırın və islah edin. Və onlardan biri bağı, həddi aşan zalim olsa, haqlı tərəfə keçin, haqsız tərəflə vuruşun. İndi bu cəhənnəm tayfası, cəhənnəmə dəvət edən bağı tayfa zülm əhlidir. Onların başçısı kim idi? Muaviyyə idi. Hətta Siffin döyüşündən sonra İmam Əli əleyhissalam şəhid oldu sonradan və İmam Həsən əleyhissalam xəlifə olduğuna qarşıda çıxdılar bu zalim tayfa. Yenə bağı oldu, onunla da döyüşdülər. Gəldi başçıları kim oldu? Muaviyyə. Deməli İbn Qeyyimin dediyinə əsasən, İbn Qeyyimin və Vəhabinin dediyinə əsasən başçı zalimdirsə bu cəmiyyətin güzgüsüdür. Cəmiyyət zalimdir deyə onlara zalim başçılar təyin edilir. Deməli Muaviyyənin ordusu Şam əhli zalim idi. Gəldilər Siffin döyüşündə bağı oldular, həddi aşdılar. Həmçinin İmam Həsənə əleyhissalam qarşı bağı oldular, həddi aşdılar. Sonradan başçıları və xəlifələri kim oldu? Həmin Muaviyyə. Həmin Muaviyyə ki, Siffin döyüşündə Şamın valisi idi, yenə Şam qoşunun başçısı idi. Ondan sonra daha vəzifəsi böyüdü və bütün müsəlmanların dırnaq arası xəlifəsi oldu. Deməli, bu Vəhabinin dediyinə əsasən Muaviyyə özü də bir zalimdir və zalim tayfaya başçı olduğu üçün Allahın hikmətinə sığmır ki, mömin tayfaya zalim başçı təyin eləsin və yaxud zalim tayfaya mömin başçı təyin eləsin. Ona görə də Şam əhli və müsəlmanlar həmin anda zülm əhli olduqlarına görə, başçıya qarşı çıxdıqlarına görə hakimləri də kim oldu? Onların əməllərinin güzgüsü kim oldu? Muaviyyə oldu. Bin Baz açıq-aşkar Vəhabi müftisi etiraf edir ki, bəli, Muaviyyə və sahabələri bəğidir, yəni həddi aşmış, azğın, zalim bir tayfadır. Və Muaviyyənin dəstəsi bağı idi. Və Muaviyyənin dəstəsi bağı idi. Adam daşıyla belə danışmaz. Bu da bu tayfanın nə cür rüsvay olduğunun açıq-aşkar nümunəsidir. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.